Salam, Azərbaycan dili sevərlər. Bugün növbəti testimizin izahına baxırıq. Gəlin birinci testdən başlayaq. Vaxt itirmədən hansı nümunədə mürəkkəb sifət deyil deyə bizdən soruşur. Baxaq görək hansı nümunədə mürəkkəb sifət yoxdur. Birinci testdə deyir ki, açıq fikirli. Açıq fikirli bilirsiniz ki, deməli, düzəltmə sözlərin birləşməsindən yaranmış mürəkkəb sifətimizdir. Tün xasiyyət necə nəcür, açıq fikirli necə nəcür, alagöz necə nəcür. Bunların hər biri mürəkkəb sifətdir. Alagözdür, açıq qəlblidir, mürəkkəb sifətdir. Amma adbaad zəfdir. Bu bizim sifətimiz deyil. Deməli, doğru cavabımız adbaad olacaqdır. Növbəti testə baxaq. Hansı frazeoloji birləşmələr bir-birinə sinonimdir? Mən izahlarda bunu hər zaman vurğulayıram. Frazeoloji birləşmənin sinonimi frazeoloji birləşmə olmalıdır. Frazeoloji birləşmənin antonimi frazeoloji birləşmə olmalıdır. Frazeoloji birləşmənin amonimi frazeoloji birləşmə olmalıdır. Bu öz yerində. Gecəsini gündüzə qatmaq, dəridən qabıqdan çıxmaq. Elə cavabımız A variantıdır. Yəni bunlar hər ikisi də bir-birinə yaxın mənalı sözlərdir. Hər ikisi də frazeoloji birləşmədir. Can qoymaq, ürəyə getmək olmaz. Hamarızı qoymaq, əldən ayaqdan getmək olmaz. Can vermək, könlünü oxşamaq olmaz. Yəni bunlar bir-birinə frazeoloji sinonim deyirlər. Miqdar sayının növü deyil. Miqdar sayının növü milyonlarla, 5də 2, 51, saysız hesabsız. Bilirsiniz ki, bunlar hər biri miqdar sayına daxildir. Amma 100-cü sıra sayıdır. Yəni, miqdar sayına daxil olmayan 100-cü olacaqdır. Hansı xüsusi isim kiçik hərflə yazılsa, ümumi qrammatik mənası dəyişər. Reyhan sözü böyük hərflə yazılanda ad, kiçik hərflə yazılanda hər hansı bir bitkini bildirir. Arzu sözü böyük hərflə yazılanda xüsusi isimdir. Arzu kiçik hərflə yazılanda yenə də hər hansı insanın arzusu mənasını ifadə edir. Ümumi isimə çevrilmiş olur. Lalə sözü bitki adı kimi kiçik hərflə yazılsa, belə deyim də, hər hansı bir bitkini ifadə edir. Amma böyük hərflə yazılsa artıq burada xüsusi isimdir. Sevinç sözü də yenə də eyni qayda ilə, amma mehriban sözünü biz kiçik hərflə yazsaq, artıq burada necə, nə cür mehriban burada olacaq sifət. Yəni ümumi qrammatik mənası deyəndə, yəni hansı nitq hissəsi, yəni qrammatik məna deyəndə, yəni nitq hissəsini nəzərdə tutur. Yəni burada nitq hissəsi artıq dəyişmiş olacaqdır. Leksik şəkilçi qəbul etmiş hansı sözü düzəltmə hesab etmək olmaz. Biz demişik ki, bütün leksik şəkilçi qəbul eləyən sözlərin hamısını mürəkkəb düzəltmə söz hesab etmək düzgün deyil. Çünki mürəkkəb sözlərin tərkibində də leksik şəkilçi ola bilər. Gəldiyimiz qənaət hansıdır? Elə bir variantlı sözündə bir və variant sözü mürəkkəbdir. Yəni iki sözün birləşməsindən yaranıbdır və tərkibində l şəkilçisi var. Yəni burada leksik şəkilçi olsa belə tərkibində bizim sözümüz mürəkkəbdir, yəni düzəltmə hesab etməyəcək. Badam gülü sözündə ümumiyyətlə qrammatik şəkilçi var, leksik şəkilçi yoxdur. Qara tikanda da şəkilçi yoxdur. Tərəf, keşlik bu düzəltmə sözdür. Kitabxanaçı bu da düzəltmə sözdür. Qoşmalar ismin hansı halları ilə işlənmir? Qoşmalar ismin yerlik və təsirlik halları ilə işlənə bilmir. Doğru cavabımız təsirlik və yerlik olacaqdır. Digər halların hər birinə də işlənib müəyyən qrammatik məna çalarları əmələ gətirə bilir.